Hər kəs indi bacara bilməz sizdə 30 gün hamısını tutmağı. Amma xüsusi günlərin deyirəm sizə, bu günləri tərk eləməyin. Xüsusi günlərin deyirəm sizə. Həftənin 1-ci günü və 4-cü günü çox tapışıblar Şaban ayında oruç tutmağı. 1 və 4. Birdən 2 gün çox olsa, deyir, heç olmasa 4-cü günü tutun. Bir də Şaban ayının 15-ini heç tərk eləməyin. Şaban ayının 15-ini orucu tutun. Bunları sizə xüsusi tövsiyə edirəm bir kiçiyimiz olaraq. Şaban ayının hər cuma axşamı Allah mələklərə əmr edir, göyləri bəzəyin. Mənəvi göylərdən söhbət gedir. Mələklər ərşi bəzədikdən sonra üzlərini tuturlar ilahi dərgaha, deyirlər Allahım, ya Rəbbəl aləmin. Bugün oruç tutanları bağışla. Oruç tutanlar ki var, onları bağışla. Allah o mələklərin duasını qəbul edir və orada Şaban ayında kim ki oruç tutub qəbul edir və onların günahlarını bağışlayır. Şaban ayında bu gündəndir ya. Adi günlərdə bir dənə yaxşı əməl etsən 1 verərlərsə, Şaban ayında hədisdir ki, kim bir dənə yaxşı əməl etsə 70 pay verirlər.